Bir dənə kəndçi baba gəldi Həzrəti Əmir Əl-Mömin Əleyhisselamın huzuruna. Ağa ilə görüşəndə ağa bunun əlinin qabarını gördü. Kəndçinin əl qabarı necə olar? Əlinin qabarını gördü. Məlum Həzrət Əlinin bir dənə öpəcəyi əl var idi. O da getmişdi. Həzrəti Rəsulullahın əli idi. Bundan bu üzə olan əllər bundan aşağıdırlar. Öpüləcək əl yoxdur Həzrət Əli üçün. Həzrət Əli Əleyhisselam o kişinin əlini tutdu belə əlinin içində. Dedi, sənin əllərin çəkdiyi zəhmətə görə öpülməyə layiqdir. Sənin əllərin öpülməyə layiqdir ki, sən əl qabarı ilə, o bizdə deyirlər, alın təri ilə çörək qazanırsan. Bu kişi işidir. Həqiqətən bu böyük bir şeydir. Amma bəzən olur ki, iş adamın gözündə adiləşir. Ya adam işi müqayisə eləyir. Bu işi görə bilərəm ya görə bilmərəm. Bu iş mənə uyğundur ya uyğun deyil. Bir nəfər gəldi İmam Baqir Əleyhisselamın dövründə. Yayın istisi, Ərəbistanın istisi, 50 dərəcə isti, 60 dərəcə isti. İmam Baqir Əleyhisselam əkində işləyir. Taxıl sahəsində işləyir. Taxıl mı biçir, taxıl mı sulayır, hər nəsə, alaq mı edir. Taxıl sahəsində işləyir. O tərəf biraz sözündən məlumdur ki, ağlı tam kəsmirdi. Həzrət Əli Əleyhisselam buyurur ki, Əl-mər'u məxbu'in təhtə lisanihi. Kişi dilinin altında gizlənib də, danışanda bilərsən necə kişidir. Danışandan sonra adama dəyər verərlər də. O da danışandan sonra məlum oldu ki, biraz naqis adamdır. İmam Baqir Əleyhisselama deyir ki, mən səni bir belə dünyaya bağlı bilmirdim. Nə zülümdür axı sən bu istidə, burada bu zəhmətə qatlaşıb, tər tökürsən, işləyirsən, zəhmət çəkirsən. İmam Baqir Əleyhisselam buyurdu ki, çox hayf ki, sənin düşüncən inkişaf eləməyib. Mənim işləməyimin bir çox səbəbləri var. Biri budur ki, Allahdan başqasına möhtac olmayayım. İkincisi budur ki, Allahdan başqasına əl açmayayım. Kimdənsə xahiş eləməyeyim, gedim yalvarmayayım. Üçüncüsü budur ki, ailəm məndən başqa heç kimə möhtac olmasınlar. Düzdür, onlar da bir vasitə ilə Allaha bağlanırlar. Amma bir üstə ailə başçısının boynunda olan vacib hüquqdan biri də nədir? Ailənin təmin eləsin, tələbatını ödəsin. İmam buyurdu ki, ailəm məndən başqasına möhtac olmasın. Bəh, sənin ağzuva qurban olsun dünya aləm. İmam Baqir ağa. Bir dənə vaxtınız olanda bu sözü düşünərsiniz ki, bu nə deməkdir? Ailəmin məndən başqa heç kimə ehtiyacı olmasın. Kişilər, bir kişinin ailəsinin gözü başqa bir kişidə, gəlirində, qazancında, şəraitində, pulunda, dolanışığında olsa nə olar? Məlum ki, daha bunun səbəbim açıq buradan demək olmur. İmam Baqir Əleyhisselam deyir, mən işləyirəm bu istidə. Buna görə ki, o fəsadlar olmasın. Buna görə ki, olmasın. Biz bəzən məsələn işləri müqayisə edirik. Mən bu işi işləyə bilərəm, yoxsa yox. İşin fərqi yoxdur ki. Hələ, işlə nə işimiz var idi bizim? Hardan gəldik, çıxdıq bura? Kəbəlay, sən də demirsən ki, çox getdin o tərəfə. Məsələ bu idi. Möminlərin 10-cu xüsusiyyəti bu idi ki, qulubuhum məhzunə. Onların qəlbləri qəmgin olar, üzləri gülər. Hə, buradan gedib çıxmışdır. Yəni, dərdlərin Allahdan başqa heç kimə deməzlər bunlar. Heç kimdə bilməz bunların problemi var. Elə bilərlər, ən xoşbəxt insan elə bunlardılar. Elə bilərlər, ən problemsiz insan bunlardılar. Bir halda ki, onların hamısından çox problemi ola bilər, amma üzə çıxartmazlar heç vaxt. Bu insanlar həmişə xeyrxah olarlar. Bu insanlar həmişə cəmiyyətə xeyir vermək istəyərlər. Həmişə çalışarlar ki, insanlığa yarasınlar. Çalışarlar ki, insanlara yarasınlar. Şeyx Rəcəbəli Xəyyat kimi gedirdi, işləyirdi səhərdən axşamacan, yetimləri yedizdirirdi. Evdə uşaqları ac qalırdı. İndi deyəcək ki, bu nə tər şeydir? Hələ birinci bunun öz ailəsidir də. İstəyirəm səhifəsini də deyim. Tapsam deyəcəyəm. Tapmasam da sonra
İmandan soruşarsınız deyər, iman bilir onun səhifəsini. Səhifə 579 İnsan surəsi 8-ci ayə və yut'imuna ta'ama ala hubbihi miskinan və yetiman və əsira. Əhl-i Beyt öz yeməklərini Allaha xatir kasıba, yetimə və əsirə verdilər. Nəticə nə oldu? İmam Həsən və İmam Hüseyin əleyhimussalam az yaşlı uşaq olmalarına rağmen 3 gün sunan oruç tuttular, bağladılar, sunan da açtılar. Yeməyə də bir şey olmadı. Bunlar insanlığa yarayan insanların nümunəsidir. Kim bu cür eləsə deməli Həzrət Əliyə oxşatmaq istəyir özünü. Ki Şeyx Rəcəbəlilər bu yolu gediblər. Az yaşlı uşaq evdə sunan, imsak, sunan, iftar, sunan, imsak, sunan, iftar. 3 gün o qədər fədakarlıq, mələklər dəhşətə gəlir, mələklər təəccübə gəlir. Allah ayə göndərir. Ondan sonra da deyirlər, İnnəmā nut'imukum livəcihillah. Bizim bu işi görməkdə Allahdan başqa heç bir niyyətimiz yoxdur. Bizə çox sağ ol desinlər, bizə bərəkallah, halal deyə bunlara. Yox, bu söhbət yoxdur. İnnəmā, elə 9-cu ayədir. İnnəmā nut'imukum livəcihillah. Biz bunu elədik Allah üçün. Özdə la nuridu minkum cəzaən və la şükura. Sizdən biz mükafat və çox sağ ol da gözləmirik. Bizdə bəndədən gözləmək olur axı mükafatı. Allah atasına rəhmət eləsin, dünya, axirət. Hacı Əhliman ağanın söhbətlərinin birində var idi. Hacı Rəşad, narahat olma, elə belə söhbət deyirəm. Bir dəfə də ona işarə eləmişdik. Biri birinə yaxşılıq eləyir. Məsələn, Məşədə gedəndə çıxardır cibinə 50 manat pul qoyur. Evi yıxıldı o pul alanın. Tamojniyadan ki, nəqd öz telefon nömrələrimiz işləyir. Buradan oracan. Elə fürsət düşən kimi zəng edir. Bizi də dua elə ya. Niyə? 50 manat pul vermişsən. O yüzden keçəndən sonra kimin WhatsApp işləyir, WhatsApp-la yazır. Filan kəsə məndən salam deyərsiniz. Yəni ki, 50 manat yaddan çıxmasın ha. Axtarır İran nömrəsini tapır, İraq nömrəsini tapır, Avstraliya nömrəsini tapır, Gürcistan nömrəsini tapır. Zəvvarların hamısı öyle Məşəd Kərbəlaya gedmirlər ki. Qardaşlarımız var da Gürcistana da gedirlər ziyarət. Tapır oranın nömrəsini. Nəccəsiz, neyinirsiniz? Ürəyi yanmır ha. 50'lik bunu yandırır. Ürəyi yanmır. Sən Allah dua elədin bizi üçün. Sən ki evdə niyyət eləmişdin ha ki Nauzubillah, nauzubillah, növzən billah gələcəksən filan müminin cibinə 50 manat pul qoyacaqsan. O niyyətvi eləyən kimi Peyğəmbər buyurur ki Allah yazdırdı sən savablı. Peyğəmbər buyurur ki sənə savabı yazdırdı. Daha sonra hətta verə bilməsən də bir problem çıxsa, bir iş çıxsa savabın yerindədir. Daha sən narahat olma. Peyğəmbər buyurur ki Allahın rəhmət nişanələrindən biri budur. Bir xeyir əmələ niyyət eləyərsən, niyyət eləyən kimi yazdırarlar. Günaha niyyət eləyərsən, nə qədər ki həyata keçirməmsən heç nə yazmazlar. Elə formaya götürüb çıxardırsan ki daha onu o bizdə deyirlər nətə övsanatdan çıxardırsan. Övsanat bilmirəm nə sözdür. Hər halda da övsanatdan çıxardırsan. Yəni nə ərəbə uyğundur, nə əcəməyə onu demək istəyirəm. Heç bir baba girmir. Övsanat heç bir baba daxil deyil. Hər hal yəni onun dəyərini itirir adam. Onun dəyəri aradan gedir.